Hindistan ben yine burada inamını itirdi. Yani çok çalışırdılar ki Hindistan ve Pakistan arasında getdikçe münasibətlər normallaşsın, iktisadi əlaqələr qurulsun, yenidən bərpa edilsin. Çünki Kəşmir 3 yerə bölünmüş bir ərazidir. Əgər biz nəzərə alsaq Çini də bir üçbucaq yaranır. Müəyyən bir hissəsi Çinindir, müəyyən bir hissəsi Hindistanındır, müəyyən bir hissəsi də Pakistanındır. Burada 3 dənə qüvvələrin, 3 nüvə gücü olan, silahı olan dövlətlərin üçbucaq yaranmış bir situasiyasıdır. Ona görə də burada Hindistanın belə deyək də absurd fikirlərə qapanması ki, Kəşmir bizimdir və bizim də olacaqdır. Bəs Çin öz payını istəyəcəkdir. Çin yiyələnib o bəzi ərazilərinə görə, yenə də orada o Pamir dağlarına görə baxımından burada Pakistanın özü var. Düzdür, indi iqtisadi baxımından Hindistan və Pakistan, Hindistan və Çin Pakistana baxanda hər ikisi də hegemondurlar, güclüdürlər. İqtisadiyyatları güclüdür, bütçələri böyükdür. Bunların içində zəif bütçəsi olan Pakistanda olduqca iqtisadi vəziyyətləri, durumları öz aramızda indi deyirik, çox çətin, ağır bir vəziyyətdədir Pakistanın hal-hazırdakı vəziyyəti. Yəni orada gələn gəlirlər çox aşağı səviyyədədir. Gələn gəlirlərin bir çox hissəsi də faizi də həmin o hərbi və müdafiə xərclərinə xərclənir. Yerdə qalan o nə maliyyə pulları varsa, ondan əhalini saxlamaq bugünkü gün Pakistanda çox çətindir. Aclıq başalıb gedir, təhsil sıfır vəziyyətinə artıq getdikcə düşməkdədir. Yəni çox ağır bir vəziyyət yaranıbdır. Hətta qaz, neft, yanacaq problemləri yaranıbdır Pakistandakı. Bunu artıq yəni bu əgər belə davam edərsə, Pakistan üçün çox ağır bir çətin vəziyyət, situasiya yaranacaq. Bənzər hadisə terror aktı ilə bağlı Hindistanın gərginliyi 2019-cu ildə də baş vermişdi. Hansı ki, onda da Trumpın hakimiyyəti dönəmidir. Biz Trumpın əsl məqsədinin Çin olduğunu bilirik. Burada Çin məsələsinə siz özünüz də toxundunuz. Belə olan halda Hindistan nəyə görə Pakistanla Kəşmir məsələsinə qarşı-qarşıya gəlir? Burada Çin amili varsa birbaşa Çinlə qarşı-qarşıya gəlmirmi, istəmirmi və yaxud da ki, burada Amerika yəni Çinə qarşı istifadə edirsə bu məsələdən, bəs Amerika nə əldə edir? Aha. Burada siz deyirsiniz ki, Hindistanın marağı nədir Çinə qarşı? Təbii ki, Hindistanın burada getdikcə gücü artmaqdadır. Biz bunu müşahidə edirik, bu danılmazdır. Demək olar ki, bütöv dünyada gənc kadrları göndərir, oxutdurur bu IT sistemində və dünyanın müxtəlif ölkələrində, Amerikanın özündə əgər beyin mərkəzlərinə baxsaq, orada artıq Pakistanı da və digər bu xalqları da üstələyən məhz birbaşa Hindistanlılardır. Çox güclü IT sistemini ələ keçirirlər bu dəqiqə dünyanın. Çox böyük iqtisadi, belə deyəsək, üstünlüklər əldə etməkdədirlər. Fabriklər, zavodlar açılır. İndi burada təbii ki, Hindistan istəyir ki, Çini əvəz eləsin dünyada. Bütöv dünya siyasətini və dünya iqtisadiyyatını əlinə keçirsin və Çini burada müəyyən qədər zəiflətsin. İndi Amerikada maraqlıdır ki, düşünür ki, Çindənsə, dünya iqtisadiyyatını Çin idarə edirsə, təmin edirsə, elə Hindistanın olmağı o da daha sərfəlidir. Çünki hal-hazırda Amerika Çinə, Hindistana belə nə deyirsə, nə göstəriş verirsə, baş üstünə deyir və bunların hamısını əməl edir. Amma Çin bunu eləmir. Çin hal-hazırda bu dəqiqə dünya meydan oxuyur, Amerika ilə də kəllə-kəlliyə gəlibdir.